Uzunluğu 12, eni 7,6 metr olan körpü Quba-İspih-Xınalıq yolunun 48-ci kilometrliyində yerləşir. Yaz mövsümü ilə əlaqədar Qudyal çayında suyun həcmi artdığından avtomobil körpüsündə qəzalı vəziyyət yaranıb. Üzərində durduğum bu beton istinad divarı körpünün bir hissəsindən uçaraq çayın içərisinə düşüb. Digər istinad divarında da müxtəlif çatlar əmələ gəlib. Hazırda avtomobillərin bu körpüdən keçməsi olduqca təhlükəlidir. 19 il əvvəl istifadəyə verilən körpü Qalaxudat, Bostankeş və Xınalıq kəndlərini rayon mərkəzi ilə birləşdirir. 2700 sakin hər gün həyatlarını riskə ataraq bu körpüdən keçməyə məcburdular. Körpü hal-hazırda təhlükəlidir. Bir neçə yerdən çat verib. Qorxa-qorxa keçirik. Qorxa-qorxa, yəni bu vəziyyətdə keçirik. Başqa cür mümkün deyil. Hər keçəndə həyəcan keçiririk. Görək nə tər keçəcək deyə. Bu körpü dağılmaq vəziyyətdədir bu dağa. Biz özümüz ehtiyat edirik keçəndə. Ancaq bu böyük maşınlar üçün çətindir. Hazırda körpüdə çökmə prosesi davam etməkdədir. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri baxış keçirib, bəzi məhdudiyyətlər qoyulub. Müvafiq akt tərtib olunaraq aidiyyəti üzrə göndərilmişdir. Körpüyə baxış keçirildikdən sonra həmin ərazidən körpüdə yük nəqliyyat vasitələrinin, ağır tonajlı yük nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmış, digər nəqliyyat vasitələrinin hərəkəti isə qismən məhdudlaşdırılmışdır. Körpüdə təmir bərpa işlərinin nə vaxt aparılacağı isə hələ bəlli deyil. Körpü təmir olunana qədər Quba-Xınalıq istiqamətində hərəkət edən sürücülərə Quba-Susay-Xınalıq alternativ yolundan istifadə etmək tövsiyə olunur. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Quba.